keçmişdə olan hadisələr hansı ki yadınıza düşür və sizə ağır verirsə, siz onun dərsini almamısınız. Ədalət anlamının problemi var bizim üçün. Biz ədaləti başa düşmürük. Məncə heç biz ümumiyyətlə ədalətdən danışmağa ixtiyarımız yoxdur. Xoşbəxtlik danışdığın ədalətsizlikdən danışa bilmərsən. Ədaləti başa düşmədən xoşbəxtlikdən danışmaq olmaz. Yəni, səni sən yox, sənin şuuraltını idarə edir. Görmə prosesi, mən bayaq dedim onu, sorğulamaqla yaranır. O müdriklik prosesidir əslində. Çox gəzəndən çox oxuyan bilər, bilmirəm, eşitdiniz yoxsa? O çox gəzmək nədir? Yəni hadisələrlə rastlaşa bilir. Ailənin nə olduğunu dərk etdikcə biznesin nə olduğunu dərk edəcəksiniz. Nə qədər də rəhbərlərlə işləsəm, oyunla belə hansısa formada aşağı işçi heyəti ilə təmas nöqtəmi saxlayıram. Özümüzü özümüzdən ayırmağı öyrənəcəyik, onu da görməyi öyrənəcəyik. Sahib mənim nəyimiz alansın deyə özümüzü özümüzdən ayıraq. Qoy qalmışıq da özümüzdə. Problemimiz ondadır ki, biz narahatıq, biz xoşbəxt deyilik. Həqiqət əgər dəyişən bir şeydirsə, o həqiqət deyil. Zahid Adgözəlov, filosofun dərinliyinin, strategin aydınlığının və təlim sənətçisinin ruhunun nadir bir sintezi qaynağıdır. Zahid Adgözəlov sadəcə təlimlər yox, transformativ məkanlar yaradıcısıdır. İnsanlar burada bilgi öyrənmir, öz içlərində olanı oyadırlar. Onda Sokratın ruhu, Qurciyevin metodları yaşayır. O ardınca aparır, lakin hökm etmədən, oyadaraq. O bir mistikdir. O, iştirakçının şuursuzluğu ilə danışmağı bacarır. Paradokslarla, Monty Python'un çılğınlığı, Van Gogh'un ulduzlu səması ilə, dərkə gətirən oyunlarla. Zahid mən xoş gördük sizi. Salam əleykum. Necəsiz? Sağ olun, yaxşı. Yaxşı olun. Keçən dəfəki verilişimizdə çox yaxşı kommentlər almışıq ki, çox faydalı məlumatlar bildirmisiniz. Düzdür, bu məlumatlar hər kəs üçün deyil, eşitmək istəyən üçündür. Zahid mən maraqlısı budur ki, biz deyim ki, belə deyim də, müdür ola bilərik, amma özümüzü müdür görmürük. Özümüzü görürük mavin. Deyim ki, hansısa şöbənin rəhbəri. Ən pis halda da o işin fəhləsi kimi görürük özümüzü. Amma potensialımız müdür və ümumiyyətlə holdingi idarə etməkdir. Daha yüksəklərdir də. Niyə görmürük? Nə baş verdi ki, görmədik? Çox maraqlı sualdır. Bir neçə gün bundan qabaq biz bizim dostlarla bir yerdə oturmuşduq. Bir xanım da bizə qoşuldu. Adam gələndə psixotipajını dərhal görürük. Görüb potensial gördüm. Yəni bizim köhnə dostlar var ki, onlar da hiss edir onu. Danışdıranda gördüm ki, öz potensialını bağlayıb. Adamın çox yaxşı idarə etmək qabiliyyəti yetişə bilən bir halındadır əslində. Bir məsuliyyət götürmək qabiliyyəti var, cavabdehlik götürmək var, prosesləri bir ümumi apara bilmək. Bu aşağı little middle managementin əsas tələblərindəndir hətta. Amma bir şirkətdə rəhbərin ona inamı əslində onu sındırıb. Deməli, bundan öncəki şirkətdəki rəhbərin inamı, inamsızlığı. Yox, inamı sındırıb. Adam buna inanıb və görüb ki, daha gücü var. Bunu gətirib elə bir polya atıb ki, əslində ağır polyadır. Hansında ki, bundan gözləyir ki, bu bacarıq var da, bu burada da şey olacaq. Amma adam orada daha ağırlar, yəni işin nəticəsini verib, istədiyini verib, amma ağırlı keçib onun üçün. Başa düşürsünüz? Yəni daha böyük təzyiqdən keçib. Hə, ondan sonra qərar verir ki, idarə etmə mənlik deyil. Və aydınlaşdırandan sonra deyir, hə düz deyirsən, müdür mənlə belə danışdı, əslində görürdüm o marağınızdadır, indi görməyə başladı onu da, belə deyil. Deyirəm ki, sonra başa salıram ki, bizim əslində problemimiz dəyərlərimizdədir. Bizim potensialımızı bağlaya bilir o və ya aça bilir. Dəyərlər dediyimiz, yəni bu bizim uşaqlıqdan bizə aşılanan dəyərləri nəzərdə tutur, yoxsa iş sferasının dəyərləri? Dəyərlər ümumiyyətlə insanı insan edən dəyərləridir. Yəni şəxsiyyətin özünü formalaşdıran onun dəyərləridir. Bax bu gün biz İslam danışanda İslamın dəyərlərindən danışırıq. Biz ailədən danışanda ailənin dəyərlərindən danışırıq. Hətta şirkət belə şirkət dəyərləri üstündədir. Şəxs belə şəxsi dəyərləri üstündədir. Yəni bu gün Aytan xanımı tanıyanlar onun dəyərləri fonunda ona baxırlar. Yəni o individuallıq orada görsənir. Nə qədər ki o individuallığı olmayan insanlar olsa, onlar dəyərsiz, dəyərsiz də, yəni mənası olmur o insanlar, belə deyək. Ona görə də burada əsas məsələlərdən biri biz nəyə inanmışıq, nəyə inanclarımıza salmışıq, nəyi biz görürük, daxilimiz haracan görür. Sahib, mən bu çox çətindir axı. Biz 6 yaşına qədər bütün məlumatları sorğusuz, sualsız qəbul edirik.
Ondan sonra başlayırıq müəyyən bir dövrdə biraz bir 20-25-ə çatanda soruşuruq ki, bu niyə belə olmuşdu? Orada da baxırsan ki, vaxt keçib, sən artıq nəsə göstərməlisən, amma baxırsan ki, sənin əlin bağlıdır, sənin qolun bağlıdır, sənin çərçivələrin var və sən ümumiyyətlə bilmirsən bu çərçivə olmalıdır, yoxsa olmamalıdır. Bu buna aşılanıb. Bu burada necə çıxa bilər axı? İnsanların onu görmək prosesinə ümumiyyətlə özünü görmək deyirlər, özünü sorğulamaq deyirlər. Mən onu deyirəm, düşünməyi düşünmək. Və hətta gövşəmə deyirəm. Necə ki, bir heyvanatda o gövşəmə prosesi var. Yeyir, amma təzədən başlayır onu yeməyə. Yəni, sən bir qəbul etdiyi, o düşünüb çatdığı təzədən düşünməyə başlayırsan. İnsan üçün ən çətin şey elə özünü görməkdir. Ona görə o çətindir bizim üçün. Əslində biz gördüyümüzü qəbul edirik, düşünmürük. Yox, insan 3 cür öyrənir. Onu Konfusiya yaxşı deyir. Deyir ki, insan 3 cür öyrənə bilər. Bir düşünməklə, deyir, ən nəcib yoldur. Bir oxşatmaqla, deyir, ən asan yoldur. Bir də başına gəlməklə, deyir, ən çətin yoldur. Ən acılı da doğrusu. Yəni bizim əslində 3 mexanizmimiz var öyrənmək üçün. Oxşatma onlardan biridir. Məsələn, uşaq bayaq dediniz, uşağın bizim bədənimiz birdən-birə öz yekdin formasına çatmır da. Biz uşaqdır, o da böyümə prosesi gedir. Onun təkcə öz böyüməyindən başqa bədən üzvlərinin də bir formalaşma prosesi gedir. Beyin də bədən bəlkə də ən qəliz orqanlarından biridir. Onun da bir prosesləri var. Yəni o da birdən-birə belə necə lazımdırsa öyle deyil, formalaşır. Və uşaq beyninin görsənən odur ki, məsələn, uşağın məntiqi hardasa bu 8-9 yaşlarındakı uşaqlara diqqət eləsəz, elə suallar verilir, belə baxırsan məntiqi əsaslı şey. Amma ondan qabaq baxırsan danışmağında biraz uşaq danışığı da deyək də, nə bilim fikirlərini, cümlələri bir formalaşdıra bilmir. O beyin nə qədər ki o formalaşması həmin o dövrdə gedir, onun o prosesləri dərk eləməyə biraz çətindir. Ona görə prosta oxşadır da, prosta götürür. O dövrə çatanda ki, bunun beyni başlayır formalaşmağa, məntiq yaranıb, analiz eləmək qabiliyyəti var, müəyyən bir proseslərə nə cürsə baxır. Mən demirəm, uşaqda tamam yoxdur, o prosesdir də, sadəcə formalaşma prosesidir. Orada başlayır insan həmən o gördükləri barədə düşünməyə və müəyyən orada bir qərarlara gəlməyə. O qərarların da bir primitiv beynin gəldiyi qərardır da. Yəni, gəl belə danışaq da. Bir uşaq gəldi, nə bilim, 13-15 yaşında məhəllədə girəndə axşam salam verdi, qonşular da salamını almadı. Ola bilər görməyib, ola bilər eşitməyib, bəlkə sakit deyib. Amma adam 1-2 dəfə onu eləsə və salam almasalar, həmən uşaq düşünəcək ki, salam vermək lazım deyil. Sonra baxarsan ki, həmən uşağın artıq 40 yaşı var, podiyezə girir, bir nəfərə də salam vermir. Əslində o vaxtı düşünüb çatdığı idi. O düşündüyü idi, yoxsa bənzətdiyi idi? Orada düşünmə var. Niyə? Orada bir düşünür ki, mən bax verdim salam, almadılar. 2-ci dəfə də verdim, almadılar. Demək, onda bunlar mənə qiymətləndirmir, mənə dəyər vermir, mənası yoxdur. Demək, onda heç kimə salam verməyəcəm. Burada demək olar var da, burada bir məntiq gətirir onu bir hala. Hər podiyezə girəndə eyni adamlara salam verməməyi, İnsanların ümumiyyətlə həyat boyu elədiyi hərəkətlərin, o Jack Lipton bir araşdırması var da, 95-99% deyirdi ki, şuuraltıdır. Şuuraltı bilirsiniz nədir? Bax, həmən o vaxtlarda düşünüb yığdıqlarımız sonra başlayır sizi idarə eləməyə. Və o dəyərlər də odur ya, o da paçazdan yığılır və siz onun çərçivəsində müəyyən hərəkətlər edirsiniz. Və indi buna biraz 95-99% şuuraltı idarə etməsindən əburatqadan baxanda sən günüvün qərarlarının, həyatının qərarlarının cəmi 1 və 5%-nə təsir edə bilirsən. Yəni sən yox, sənin şuuraltını idarə edir. Yaxşı, zaten biz parazitlər deyirik əslində buna. Biz bu parazitləri necə tutaq? Bax, mən nə bilirəm ki, indi mənim verdiyim qərar, bu dəqiqə mən indi acam, misal üçün, mənim aclıq haqqında verdiyim qərar və yaxud da kimin haqqında verdiyim qərar nədən yaranır? Bax, mən özümdəki parazitləri də, yaxşı və yaxud da pisləri necə tapa bilərəm? Necə çıxış yolu var? Əvvəla, yemək bədənin istəyidir. O aclıq instinktlərə bağlıdır, nəinki düşüncəyə. Bizim bədənimiz, beynimiz və ruhumuz var da, belə deyək də. Bədən də bizlə hansısa formada danışır. Misal üçün, ağrılar hiss elətdirə bilər, o yemək istəyə bilərsən, içmək istəyə və s. Yəni, instinktiv idarə etməsi var, belə deyək də, bir formatda. Bunlar, onlar da idarə olunmalılardır. İnsanlar var ki, asılıdır, misal üçün, acıdır, özünü saxlaya bilmir. Misal üçün, və oruc misal üçün tuturuq İslamda. Orucun özündə nədir? İnsan deyir, az qal səhərdən axşamacan, su içmə, pis gözlə baxma, söymə və s. Bunlar hamısı bir növ
öz bədənivi və əqlivi idarə et modelidir. Yəni səni bir mexanizm verir, hansında ki, sən onu təkrarlamaqla özünü idarə etmək bir həddinə çatırsan. Onun üçün çox vacibdir orucun idarə olunması, istifadə olunması. Qayıdacaq necə görməlidir? Görmə prosesi, mən bayaq dedim onu, sorğulamaqla yaranır. O müdriklük prosesidir əslində. Bizim transformasiya təlimi ilkin ayılışa çox kömək edir. Yəni işarə transformasiyanı keçəndən sonra insanlarda bu görmə qabiliyyəti yarana bilir. Əgər görmənin çətinliyinə qayıtsaq, bəli, insan görməyi çətindir. Adi bir şey götürün, nə bilim, bir əlinizin bir yerinə götürün, bir davamlı belə vurun. Bir müddətdən sonra itirəcəksiniz o hissi ki, bu vurur. Yəni bədən adi bir səs olsun da, görsən ki, adam var səsli küydü yerdə, ilə aparır ki, heç bir səs yoxdur. O təkrarlanan ağrılar bizim üçün eşidilməz bir formaya gəlir də və bizim düşüncələr hansılar ki, onlar da o patsazına niyə yığılıb, şuur altına yığılıb, onlar da bizim üçün görsənməz həddədir. Çünki biz ümumiyyətlə bayaq dedim, 95% onlar danışır. Yəni sən gün ərzində onları görmədən hərəkət edirsən. Bunun ən rahat yolunu nə deyə bilərəm? Bu İslamda, Quranda Allah nə deyirdi? Düşünənlər üçündür. Düşünmək qabiliyyətidir. Nədir düşünmək qabiliyyəti? Dərhal qərar verməkdən biraz səngiyib, üstündə daha dərin araşdırma aparıb bir qərar verin. Onda düşünmüş qərar verəcəksiniz. Bütün hadisələrə dərhal qərar vermir. Bu da orada yağ yanır Zahid müəllim. Necə dərhal qərar verir? Bax ona görə də şuuraltı başlayır işləməyə də. Çünki dərhalıq. Bax o dərhallar düşünülməmişdi də. Artıq şuuraltı əvvəllər olmuş hadisədən yığılandı. Gəlin belə baxaq da. Ümumiyyətlə beyni biraz başa düşmək lazımdır da. Beyin bədənin ən çox enerji istifadə edən orqanıdır. Normal da. İstənilən halda bizdə pizad yığılırıq da, akkumulirovat edirik də enerjini, düzdürmü? Yəni bədən eyni zamanda düşünür ki, necə eləsin çox xərcləməsin, necə eləsin zapas yığsın, misal. Beyin də bu ən çox xərcləyən orqandırsa, demək burada da bir mexanizm formalaşmalıydı, hansı ki bu enerjinin xərclənməsini azaltsın da. Pastoyanı biz hər şeyin üstündə 3 saat düşünsək, yəni hərəkət etməliyik. Məsələdə yağ yandı. Burada bunun yolu da həmən bu şuuraltı formatıdır. Yəni biz hadisələrlə rastlaşırıq, orada bir düşüncəyə çatırıq və ya bir kəsdən bir şey götürürük və ya nə bilim orada başımıza bir şey gəlir. Ondan bir dəyərə çatırıq, bir düşüncəyə çatırıq. Onu zaps edirik içəri, belə olur dildə desə və gələn dəfə artıq fikirləşmir. Yəni beyin deyir ki, dayan narahat olma, keçən dəfə olub yazmışam, mən eləyəcəm, sən işinlə məşğul ol. Və onda da biz həmin o parazit deyirsiniz. Biz onu parazit demirəm mən. Yəni mən qərarlar deyirəm, psixoloji qərarlar. Onlarla hərəkət edirik. Bilirsiniz, Wilson'un bir maraqlı bir yanaşması var. Deyir ki, insan beyni iki işə bölünüb. Düşünən beyin, icra eləyən beyin. Nə deməkdir bu? Deyir, bir insan bir yeni halına rastlaşanda düşünür. Yəni birinci dəfə nəsə bir şey eləyəndə siz görürsünüz, həmişə elədiyində düşünmürsən, yəni prost deyirsən, maşını sürməyə gəl davamlı sürürsənsə heç yadıma düşmür. Amma birinci dəfə maşını sürəndə da bilmirsən hara baxmayasan da, yəni rol düz tutmuşam yoxsa ora maşın vardı və s. O vaxtı ki sən birinci dəfə rastlaşırsan, düşünməyə başlayırsan, necə eləyim, hara girim, nə var, nə yox. Onun ki düşündün, bitirdin, bunu belə eləmək lazımdır. Artıq düşünmə beyni getdi işini dalınca. Zahid müəllim çox belə iddialı bir mövzuya toxundunuz əslində. Mənim fikrim də öyle. Yox, əslində biz necədir? Baxın, indi biz uşağı məktəbə veririk. Deyirik ki, get dərs oxu. Kimsə düşünüb, kitabı yazıb, pozub, verir ki, get oxu. Onda mən uşağımı düşünməməyə vadar edirəm əslində orada. Uşaq üçün o bilgi ilə birinci dəfə rastlaşırsa, bayaq dediyim kimi onun 3 yolu var onu mənimsəməyə də. Düşünmək, başına gəlmək, oxşatmaq. Misal üçün, Adler'in bir kitabı var, kitabı necə oxumaq. Çox maraqlı kitabdır. Adler araşdırma aparmışdı və sonra müəyyən elədi ki, deyir, bizi oxumuruq. Zazubri deyirlər, ruslar bir söz var. Yəni, deyir, məktəbdə uşaqlar kitabı oxumur. Prosta əzbərləyir ki, imtihanı versin. Bu oxumaq deyil. Belə deyək də, prosta zaps eləyir ki, müəyyən bir müddətdir, sonra geçsin. O mənada, bəli, uşaq onun dərkini keçməyib. Prosta oxuyub. Mən Əyətül Kürsüdə bu yaxınlarda onun Azərbaycan dilində tərcüməsinə baxırdım. Bu yaxınlarda dediyim bir müsəlman bu yaxını. 6 ay bundan qalır. 6 ay bundan qalır. Orada çox maraqlı bir söz var. Deyir ki,
insanlar necə Allahın vermək istədiyindən daha çox qavraya bilərlər. Allah ancaq istədiyi qədər qavradır. Yəni bax öyrədir demədi, oxudur demədi, nə bilim görür demədi, qavramaq, dərk etmək. Bizim dərk etmə problemimiz var. Biz oxuya bilərik, nə bilim öyrənə bilərik. Gedir bir kitab oxuyur, orada da hərdən təlimlərdə zət də görsən, bir yaxşı cümlə var oxuyur. Hə, çox maraqlı. Dərk eləmədi. Prosta söz kimi oradan oxudu, çıxdı 7-də. Yəni bir o arada da atalar sözünə çördü özü üçün. Yəni o YouTube videoları formatında. Yəni mahiyyət etibarilə biz dərkin keçmək məsələsidir sual. Dərkini keçmək elə tez baş vermir. Dərkini keçmək üçün yaşamalısan. O prosesi keçməlisən. Onun üçün düşünəndə ki, uşaq gedir oxuyur, uşaq oxuyur. Onu dərk eləyirmi? Orada hansı proseslər keçdi ki, onu müəyyən eləsin. Məsəl üçün, riyaziyyatda məktəb dərslərində tapşırıqlar zətlər verirlər də. Mən misal üçün baxıram, o tapşırıqların, birinci sinif tapşırıqlarına baxın, hamısı yazıb, Əhmədlə Məmməd getdi bir yerdə, yəni situativ formata salıblar da, uşaq onu təsəvvür edə bilir. Sonrakılara baxırsan, yoxdur təsəvvür, yəni 2 üstə gəl çıxıldı, nə bilim, bölündü, neynədir. Amma onu o vizualizasiyası, o təsəvvür prosesindən istifadə edilmirdi, yəni orada prosta zaps qalır. O sinus kosinus məsələsidir. İndiyənizə bilmirik nə üçündür. Yəni o kim onu görəsən istifadə elədi? Əslində bir dəfə bilmirəm şeydə TikTokda bir şey vardı, belə balaca rolik deyir ki, məktəbdə oxuyub başa düşmədiyi sinusdan kosinusu sizə öyrədəcəm. Zahir müəllim, onda belə bir məsələ çıxır ortaya. Baxın, onda biz deyirik ki, indi biz də psixoloqlar, həkimlər də yəni oxuyub, yaxşı uşaq birinci dəfə də kitabla rastlaşmışdı. Axı psixoloqlar, həkimlər, boşunda bunlar bu hansı ki pasiyent qəbul edirlər, onlar onda hər dəfə təzə məlumat qəbul eləmir. Sadəcə gördüyünü, onda belə başa düşürəm ki, gördüyünü bənzədir və məsələni bağlayır. Baxın, niyə görə biz seçirik psixoloq işi, bu yaxşıdır, bu pisdir? Misal üçün. O qədər bu dəqiqə videolar, zatlar var. Falan şey elədirsə səhvdir, falan şey elədirsə düzdür və s. və s. Əslində insan özü yaşamadığını dərk eləməyib. Bax, o yaşama prosesini, insan yaşama texnologiyaları var. Necə yaşaya bilərsən? Onda Zahid müəllim, bir dənə də belə sual yaranır. Onda bax, siz indi biznes konsultantsınız da, siz də biznesmenlərin hamısına, yəni əksəriyyətinə kim müraciət edirsə, onlara təlim verirsiniz. Onda o biznes konsultantlar hansılar ki, gəlirlər, sizə konsultasiya götürürlər. Onların bütün yaşadıqlarını siz hamısı hissi keçmisinizmi? O bütün hissi keçmisinizmi ki, siz onlara o təlim? Aha, bəs o necə olur Zahid müəllim? O prosesdə birinci o ustadlıq mərhələsi var da. Təlimdə biz bu barədə danışmışdıq, bilmirəm yadınızdadırsa. O lyubitelь, professional və ustad, master, ruslar demiş. Əvvəla mən konsultasiya ümumiyyətlə biznes idarə etməyə birdən-birə gəlməmişdim də. Yəni bilirsiniz, mən hüquqşünasam, hüquq departamenti rəhbəri işləmişəm və s. Mən illərlə korporativlərdə, ondan qabaq QT-lərdə hələ nə qədər kiçik şirkətlərlə də olmuşuq, dövlət orqanlarında da işləmişik. Və onun üstündə artıq o təcrübəni, o idarə etmənin təcrübəsini yaşayıb gəlmişəm. Artıq var. İkincisi, mən təzə qurulan şirkətdən fikir versəz, yəni hələ indi bir dənə fikirləşiblər nəsə qursunlar, onlarla çox da işləmirəm. Yəni uzaqbaşı məsləhət verərəm, yola salaram. Çünki mən özümün harda öyrətdiyimi bilirəm. Mən bilirəm ki, mən idarə etməni öyrədirəm. İdarə etmə artıq komanda yaranandan sonra olur. Hə, növbəti mərhələ. Bu mərhələ. İkincisi, mən praktikaya başlayanda belə, yəni şirkətlərində məndə bir xüsusiyyət var. Mən o bir şey ki beynimə keçdi, onu da 100 dəfə o şeydən keçirdəcəm də. O Vüqar müəllim Kit Sportda bizim dostumuz, o məsəl üçün mənim birinci müştərim də, bizim dostumuzdur. O dövr üzrə yanımda olub da, belə deyək də. Və bir il idi bir yerdə işləyirik, bir il idi il yarımda. Deyir ki, sadəcə sən bir ilin ərzində 20 dənə şirkətin şeylərinə girdin, çıxdın. Yəni o başlanğıcda o proseslərə girmək lazımdır ki, özü davamlı və tez-tez. Nə qədər o təcrübə başına gəlmək hadisəsi çoxalırsa, o qədər də fərqli görmək imkanı yaranır. Bir yaxşı söz var, deyir ki, çox gəzəndən çox oxuyan bilər, bilmirəm, eşitmisiniz yoxsa. O çox gəzmək nədir? Yəni hadisələrlə rastlaşa bilir. Mən əslində o dostlarımızın kömək sayəsində ki, pastayan o proseslərdə oldum. Hər dəfədə, indi də biz o pastayan o prosesdəyik. Hər dəfədə yeni bir şeylər araşdırırıq. Onun özü də dərinləşmə imkanıdır. Məsələn, mən nə qədər də rəhbərlərlə işləsəm, oyunla belə hansısa formada aşağı işçi heyəti ilə təmas nöqtəmi saxlayıram. Niyə? Çünki onlar həmən o şirkətin ilkin özəyi onlardır. Onların
İnsan isə dəyişən varlıqdır və onlar da dövrü olaraq onlar dəyişəcək, başqa insanlar gələcək və s. Onlarla təmasın saxlanması mənə kömək edir ki, öz bilgimi təkrarlamaqla daha dərinləşdirim və onların dəyişim sistemini görə bilim. Onların dəyişim sistemini görə bilərsiniz. Aydındır. Zahid müəllim, axı belə bir məsələ var da, çox bilmək yaxşıdır, amma lap çox bilmək də yaxşı deyil axı. Bilmək nədir söhbəti var hələ. Yəni çox kitab oxumaq bilgi gətirməyəcək. Yəni hərdən görsən ki, deyirlər ki, mən nə bilim bu il 30 dənə kitab oxudum, 40 dənə kitab oxudum. Sayla deyil. Sən 40 kitab oxumağın sənə nə verdi? Bir kitabda bütün dünyanı görmək olar. Kitab yox, çıxın bir dənə təbiətə baxın, görün nə qədər şeylər var. Yəni mən o vaxt yadımdadır, İsxaq Adizezlə görüşəndə belə bir sual verdim ona. Dedim ki, biz sənin kitablarını oxuyub inkişaf eləmişik, sən kimin kitabını oxumusan? Qayıtdı ki, təbiətə baxdım, quşlara baxdım, heyvanlara baxdım. Mənə o dövrdə o biraz şey gəldi. Dedim, yəqin fırlatdı məni belə deyək. Amma özüm onu mənimsəmə dövrünə çatanda gördüm düz deyir. Yəni əslində bir yazılı kitab var, bir də təbiətin kitabı var. Sən oxumaq qabiliyyəti o kitab oxumaqdan yaranmır. O dərk etmə qabiliyyətinin kökündədir və sən ətrafda onları görə bilərsən. O imkanlar mühitində olmaq da odur. O bayaq deyirdi, insan hərəkət eləyə bilmir. Yəni müəyyən bir uğursuzluğa uğradığından gəlir bir yerdə donur qalır. Onun əslində amma görür ki, imkanları var, eləmir. Hə. Çünki o oxuya bilmir ətrafını. Ətrafı oxumalıdır, yoxsa özünü? Özünü də oxumaq bir növ ətraf oxumaqdır da. Çünki biz özümüz deyəndə, mən deyəndə biraz qarışdırırıq. Nəyi qarışdırırıq? Bir kitab oxumusunuz, bir maraqlı roman zadı. Ya nə bilim, ya bir kinoya baxmısınız da yəqin ki. Fikir vermişsiniz, o maraqlı bir şey olanda elə bir içinə girirsən. Arada reklam zad olanda cin tutur adam. Mən bəslərə maraqlı yerində. İtirsən orada. Yəni kitabı oxumursan, kitabın elə bir sözləri sənin üçün o epizodları və hadisələri yaradır. Sanki oradasan. Ay sağ ol. Bu bizim ruh halımızda. Ruhumuz da bədənə girəndən sonra bədəni özü sayır. Amma bədən biz deyilik. Mən bayaq ilkin girişdə elə bir söz işlətdim də, bədənimiz, beynimiz və ruhumuz. Biz artıq üçük. Hətta beynin 2 yarım kürəsi belə fərqli düşünür. Bilirsiniz onu? Hə. Beyin biz danışanda düşünür ki, biz qərara gəldik falan sözü deməyə. Əslində beynin özü baxımından hər bu eksperimentlər hamısı göstərir. Beynin 2 yarısı tamam başqa şeyi düşünür. O qədim beyin deyirlər, o primitiv beyin deyirlər. O onu toparlayıb bir nöqtəyə gətirir ki, cəhənnəm bunu deyək. O düşünürsən, deyim, axırda deyirsən ki, bunu deməsəm də belə deyim. Yəni bu mənada baxanda biz nə vaxt ki, bax elə özümüzü özümüzdən ayırmağı öyrənəcəyik, onu da görməyi öyrənəcəyik. Zahid müəllim, nəyimiz olasın deyə özümüzü özümüzdən ayıraq. Qoy qalmışıq da özümüzdə. Problemimiz ondadır ki, biz narahatıq, biz xoşbəxt deyilik, biz davamlı olaraq nəsə varsa nəsə yoxdur, davamlı olaraq ağrılardayıq, biz davamlı olaraq içəridə nəsə göynədir bizi. Bax, onu görməyin yolu, onu açmağın yolu, həlli yolu ondadır. Zahid müəllim, xoşbəxtlik deyilən bir qabda deyil, su deyil, səhəng deyil, yarpaq deyil. Yəni xoşbəxtlik əldə tutulası bir his, gözdə görünəsi bir emosiya deyil axı. Onda niyə görə insanlar xoşbəxt deyil? Xoşbəxt deyil, çünki onların seçimləri odur. Xoşbəxt olmamaq mı? Bəli. Yaxşı. Xoşbəxt olmağı harda öyrənsin? Xoşbəxt olmağı içində, qəlbində. Bax, o söz kimi çox rahat səslənir. İçində öyrən. Nədir o içində öyrənmək? Nətər olur? Hara çatanda içində öyrənə bilirsən? Əgər sən özünlə qala bilirsənsə, çox qəşəng. Özünlə qala bilirsənsə, özünlə keçirdiyin vaxt sənə ləzzət verirsə də belə loru dildə desən və siz deyirsiniz təbiət. Məsəl üçün mən bura gələndə burada ağacları görürəm. Elə bilirəm ki, mən dünyanın başqa bir yerindəyim. Buranı görmürəm. Bu yerin asfalt olmamağını görmürəm. Qəşəng. Məsəl üçün mən görürəm, hər dəfə oradan gələndə elə bilirəm ki, ağaclar məni salamlayır, yarpaqlar məni salamlayır. Onlar oradan düşən günəş şüaları, o yarpaqların fərqli olmağı, mən düşünürəm ki, xoşbəxtlik budur da. Yəni məsələn, mənim üçün o anda o vəziyyətində maşınla keçdiyim andakı xoşbəxtlik, aldığım ləzzət bütün gün boyunca məndən qala bilər. Siz əslində bu dəqiqə mən dediyimi dediniz də, özünü görmək prosesidir də, özünün necə görməyi görmək prosesidir. Mənim üçün insanın keçmişi və gələcəyi indidədir. İndi anlamı bunların vəhdətidir və bunları görə bilən göz görə bilir. Yəni bir insanda baxıb. Bu yaxınlarda bir verilişə baxırdım.
təbiətin o dövr üzrə sloyları yaranır. Dağlara zada gedəndə baxarsınız belə. Baxırsan altdan elə bir sloylar gedir belə. O Duz dağına getmişdik. Orada nə bilim gil qat var idi. Sonra duz qatı baxırsan ki, bu və indi təsəvvür eləyəndə ki, gil qatı ora necə gəlib, o birisi necə gəlib, görün neçə yüz illərin, min illərin prosesidir də. Və insan gəlir üstdə bir torpaq görür də. İnsan onun altında nə olduğunu görmür. İnsan gözü onu görmək gücündə deyil. Amma ağaca baxın, ağac yerin altına gedir. Onun onu görmək gözü var. Biz ağacı görmək qabiliyyətimiz torpağı görmək qabiliyyətimizə gətirə bilər. Daşı görmək qabiliyyətimizə gətirə bilər. O daşın kökünü nədədir, nətər olub, necə olub, o hadisələri görmək imkanı verir. Onun üçün bax o görmək üstə olanı görmək deyil. O Bəqərə surəsinin girişində, Bəqərə mənim üçün Quranın girişidir. Orada birinci gəlir Fatihə surəsi, Fatihə duadır. Sonra gəlir Bəqərə surəsi. Girişdə birinci ayə Əlif Lam Mimdir. Sonra ikinci ayə gəlir, deyir ki, barəsində heç bir şək şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar üçün hidayət mənbəyidir. Bu tərcümələrdən biridir. O maraqlı tərcümədir. Pəhrizkarlar sözü onda mənə demişdi. Nə deməkdir bu pəhrizkar? Nə yeməkmi gözləyəcək? Yox, bu həmən o xasiyyətini, xüsusiyyətlərini, əngəllərini pəhriz eləmək qabiliyyətidir də. Sonra 3-cü ayədə deyir ki, o kəslər ki, artıq açıqlama verir. Kimdir bu pəhrizkarlar? Yenə də bu mənim tövsifimdir. Yəni şərh baxımından özümün gəldiyim tərəfdən deyirəm. İndi alimlərin, mən alimlərin işinə qarışmıram, dedim, din alim deyiləm. Yəni adım Zahid tamam. Deyir ki, o kəslər ki, namaz qılırlar, qeybə inanırlar və ruzu olaraq verdiyimiz şeylərdən Allah yolunda xərcləyirlər. Allah yolunda da mötəzidəydi. O barədə çox düşünmüşdüm. Nədir bu? Amma birinci hissəsi namaz qılırlar idi. Çoxundan soruşsan nədir bu? Deyir, namaz qılırsan da gedirsən. Namazın özü nədir? Əslində mən də bunu düşündürür. Namazın özü, mən bunu namaz kimi görmürəmsə, indi gözümün qabağına gəlir namaz, A4 vərəqində namazın düsturu o zamandan qılmışdım. Məsəl mən düşünürəm ki, o deyil əslində. Yəni sən Allaha itayətin, düz sözə çatdınız. Namazın bir dənə hərəkətlərinə baxın. Baş əyirsən, səcdə gedirsən. Yəni elə bir şah sarayında, bir şahın qabağında bir dayanmış və ona təzim edən bir şəxsdir. Əllərdə belə diz qoymalısan. Oturanda belə. Könüllülük var və bu itayəti göstərir. Mənim üçün namaz itayətin ən vacib nöqtəsidir. Yəni insanlar, o bizim dostumuz var, deyir, dombalı qış açırıq, namaz qılmırıq. Yəni o namazı itayətlə qılmaq, itayətçilik nədir? Allahın qulu olmağı dərk etməkdir. Onda bir dərin yerinə getməyin biraz vaxtımız yetməsin deyənə biraz keçim ikinci hissəyə, çünki ikincidə danışmaq istəyirəm. İkinci qeybidir, qeybə inanır. Çoxundan soruşuram ki, qeybə inanmaq nədir? Deyir, mələklərə inanmaq, şeytana inanmaq, Allaha inanmaq. Deyirəm, yaxşı da bu pəhrizkar olmağa nə verir? İtayətin pəhrizkarlığı hərəkətin gördüm. Allahın qulu olmağını dərki artıq sən qulsansa, ağa nə deyib onu eləyəsən. Yığış, otur yerinə nətər deyərlər. Bəs mələyi, şeytanı, cini inanmaq sənə pəhrizkar olaraq nə verir? Mənim üçün o biraz başqa cür açılır. Yəni qeyb sözündə bir gizlilik var, qeybə çəkildi. Amma gizlənməyin, yəni o qeybə çəkilməyin yox olmaq demək deyil. Bu üstdə olan yox, altda olanı görə bilmək qabiliyyətidir. İnsan müdrikləşir, insan xoşbəxtləşir o vaxtdır ki, proseslərin üzdə olanından ağrımır. Altda olanını görə bilir. Bax o prosesi biz bilirsiniz, o İnsan qatarı gedən yolda qoşulmuşuq da. Biz gəldik, bu həyata girdik, ücə var idi insanlıq, ücə harasa gedirdi. Və biz bugündən başa düşmək istəyirik ki, nədir insan olmaq. Amma bizim o barədə bilgisiz gəlmişik. Bilgini dərk eləmək yeridir. O dərk eləmək üçün isə onun üçün belə bilgilərimiz yoxdur. Zaten biz bilgisiz gəlmişik deyəndə ki, biz gələndə bilgiləri sıfırlayıb gəlmişik ki, buradan təzə bilgilərlə. Əslində bilgilərə çatmaq insanın icazəsi var. Adəmə necə ki Allah hər şeyin adını öyrətmişdi. Amma o çatmaq
üslubuna çatmaq üçün yolu tapmaq məsələsi var. Mən niyə sistemli təfəkkürdə, niyə müdrikləşmədə, niyə görə transformasiyadan danışıram? Məqsəd onların bu təlimin, transformasiya təlimində, kimlik təlimi misal gəldiniz, gördünüz də, onların məqsədi insanın o həyatda olma səbəbini və o həyatı oxuya bilmə qabiliyyətini gücləndirməkdir. Həmin o açılışma imkanını əldə etməkdir ki, insanın bəsarəti açılsın, görə bilsin. İndi biraz yekəl danışmaq olmasın bu barədə, amma indi təlimi keçənlərindən gördüklərimiz, eşitdiklərimizdə bu prosesdə o xoşbəxtlik gəlir də. Sən artıq hadisələrin ağrısını çəkmirsən. Bu yaxınlarda Qeydar Camalın bir çəkilişlərindən birinə baxdım. Tədbirlərdən birindədir bu tweet çəkilişlərində olub. Hardasa bilmirəm, Avropada deyəsən nəsə bir partlayış olmuşdu. Deyəsən cihad məsələsi ilə bağlı idi də, bu terrorist zətlər teması idi. Bundan sual verirlər ki, bəs siz yazığınız gəlmirmi onlara? Deyir, yox, Allahı tanıyan yazığı gəlmir. Çox maraqlı cavabıdır ya. Allahı tanıyana? Allahı tanıyanın yazığı gəlmir. Çünki qəbullanır. Prosesləri görə bilir, səbəbləri görə bilir, mahiyyəti görür. Səbəb sözü bəlkə səhvdir orada. Yəni, əslində olmalıdır da, yəni. Ədalət anlamının problemi var bizim üçün. Biz ədaləti başa düşmürük. Məncə heç biz ümumiyyətlə ədalətdən danışmağa ixtiyarımız yoxdur. Xoşbəxtlik danışdığın ədalətsizlikdən danışa bilmərsən. Ədaləti başa düşmədən xoşbəxtlikdən danışmaq olmaz. Ədaləti başa düşmədən. Zahid müəllim, biz əgər Allaha etibar ediriksə, biz Allahın bizə buyurduqlarını yəni sorğulaya bilmərik. Biz o kəslər deyilik. Biz sorğulamadan dərk edə bilmirik. Bizim sorğu etmək daxili istəyimiz var. Bilirsiniz, insanların həyatı qəbul etmə formatları var. Dövrlər üzrə bunlar dəyişib. 4 format var. Folklor baxışı, din baxışı, fəlsəfə baxışı və elm baxışı. Bunların bir-birindən fərqi var. Niyə görə? Bunlar modellərdə fərq nədədir? Mən bir-ikisini deyəcəm. Din baxışını, misal üçün, onun xristianlıq dövründə daha çox şey olub. O papaların zaten istifadə etdiyi texniklər, yəni o tərəfdə daha çox, İslama qədər dərin aidiyyəti yoxdur. Din baxışında sual vermək yox idi. Yəni, sənin ixtiyarın yox idi sual vermək. Bugün biz deyəndə ki, sorğulamaq ixtiyarın yoxdur, biz bir növ dayandırırıq, deyirik, həmən o baxışdan yanaşırıq. Amma insan təkcə dini dünyada yaşamır. Zahid müəllim, onda belə çıxır ki, biz Allahın verdiklərini sorğuluyuruq. Dərk etmək üçün sorğulamaq mümkün bir şeydir. Dərk etmək üçün. Axı biz niyə? Bəzən bu məqamda çox vacibdir ya sorğulamaq məsələsi ilə bağlı. Baxırsan ki, bir tədbirdir. Oponentlər var, bunlar müzakirə edirlər. Oponentlərdən biri durur, deyir ki, mən kolleqamı eşitdim, çox hörmətli kollegam filan kəs, mən onun dediklərinə bağlı bir fikirlər söyləmək istəyirəm. Sonra keçir, az qala onu divara dırmaşdırsın. Bu hörmətli dediyindən sonra bu elədiyin nədir? Məqsəd baxırsan ki, sual vermək deyildi, məqsəd sındırmaq idi. Özünü göstərmək idi. Bəli, təkəbbüründən yana. Sorğulamaq həmən bu təkəbbür məqsədi iləndirsə, o sorğulamaq deyil. Sorğulamaq dərk etmək məqsədi iləndirsə, həqiqətən başa düşmək məqsədinsə, bu sorğulamaq düz sorğulamaqdır. Hə, niyyətdir. Yəni burada niyyət gəlir. Əlbəttə niyyət gedir. Baxın da, təsəvvür edin ki, siz bir məsələ açıqlamısınız və sizin kolleqalar, yəni iş yoldaşlarınız sizə ümumi şəkildə sizin gəlmək səbəbinizi aydınlaşdırmaq üçün sual verirlər. Bu normaldır da, o da başa düşmək. Bir də var ki, prosta sizdən o cavab gəldiyi üçün sizi sındırmaq istəyirlər. Bilirsiniz, mənim yadıma nə düşdü? Bilmirəm, TV-də burada deyək deməyək, amma deyim də yaxşı. Bizim bir nəslimizin bir ağsaqqallı bir mollamız var, dostumuz. Qurban müəllim də ağsaqqallı. Adam bu Ərəbistanda oxuyub, dini gəlib, çox maraqlı bir insandır. Corat qəsəbəsində yaşayır və bizim demək olar ki, yasların hamısını o aparıb. Mənim üçün də çox böyük hörməti olan adamdır. Mən uşaq olandan bizdə nə yas olubsa onu görmüşəm də. Yəni belə münasibətimiz də yaranıb o ağsaqqalla. Amma indi bir münasibət yaxınlaşanda adam bir zarafatlaşması da olur da, bir mollaya sual məsələsi var. Bir dəfə sual verirəm, bilmirəm hansı tədbirdə vaxt idi. Deyirəm ki, Qurban müəllim, bu Cəbrayıl mələyin işi nədir? Deyir ki, Cəbrailin işi peyğəmbərlərlə Allah arasındakı rabitəni yaratmaqdır. Deyirəm, qəşəng, əla. Bəs
Məhəmməd peyğəmbər sonuncu peyğəmbərdirmi? Deyir, hə, sonuncu peyğəmbər. Ondan sonra peyğəmbər gəlməyəcək. Yox, ondan sonra peyğəmbər gəlməyəcək. Onda belə çıxır ki, Cəbrayıl pensiyadadır. Bu sual həmən bu ilişmək sualı idi də. Burada öyrənmək deyildi. Mən bilərəkdən bu sualı verirdim, məzələnirdim bir lord ilə desək də. Yenə də Qurban deyir o üzüm ayağının altına, yəni Allah can sağ eləsin. Prosta bunu göstərmək istəyirəm ki, var sual vermək hansı ki dərkə gətirir. Sorğulamaq sualı odur. Var sual vermək hansı ki mən bilirəm, prosta səninlə məzələnirəm. Yəni bu sual verməklə bəli heç yana da çıxmayacaqsan. Orada müzakirə getmir. İnsanlar bir-birinə düşmən olurlar, nəinki yol gedirlər. Onun üçün sən dərk üçün sual vermək düz sualdır, düz yoldur. Fəlsəfə yolu sual vermək yoludur. Fəlsəfənin bir mənası müdrikliyə gedən yoldur. Zaten məncə sual vermək biraz belə, mən bunu açıq biraz absurd sayıram. Öz halımdan deyim sizə. Misal üçün, bu günləri keçən dəfə mən maşının qırağını vurmuşam. Sürmüsən? O təzəncə. Göz mıncıq verdi. Eləmişəm. Baxın, mən burada nə elədim? Mən dedim ki, deməli bu belə olmalıdır. Hisslərimə qapılmadım. Çox sakit, özümü sakitləşdirdim və bunu sakit formada qarşı tərəfə yoldaşıma dedim ki, maşının kənarına sürtmüşəm. Bildirdim və niyə belə oldu, nə oldu? Bu mənə görə burada danışılan söhbət artıq söhbətdir. Nəinki bu vəziyyətdə. Məsələn, mən bir yerə getməliyəm. Bax, bizə müsahibəyə keçən dəfə bir xanım gəlməlidir. Səhər saat 9-dan biz hazırlaşmışıq. Mən salona getmişəm. Studiyanı uşaqlar qurub ən tez onu qarşılayacaqdıq da. Mən saat 10-a işləyib oturmuşam. Zəng ediblər ki, xanım gəlmir. Mən dedim ki, niyə gəlmir? Deyir ki, mədəm ağrıyır. Özü də məşhur bir diyetoloq idi. Deyir, mədəm ağrıyır. Allah şəfa versin. Hə, dedim, Allah şəfa versin. Oturdum sakit. Halbuki salona getmişəm. Səhər tezdən durmuşam. Uşaqlar hazır. Dedim, deməli belə olmalıymış. O günkü planlarımı dərhal başqa bir Təlimə şey. yaxşı götürmüsən. Belə də ola bilər. Belə də ola bilər. Mən dəyişdim, amma mən orada sorğulamadım. Çünki mən bunun Allahdan gəldiyini bilirəm. Bilirsən, o Mən sorğulamama. buraxıram. Bax, Aytan xanım, sorğulamama məqamı var. Ora çatmaq qabiliyyəti var. Biz başlıqdan düşünürük ki, sual verməməliyik, elə deməliyik ki, yəqin ki bu yaxşı idi, qurtardı, getdi. O dərk edilmiş sorğulamama deyil, çünki ağır qalır insanda. Amma Bax, gəl sufizmlə bağlı bir misal var, çox maraqlı misaldır, ondan deyim. Deyir ki, Şah sarayında 3 nəfər oturur, bir yekəpər biri girir içəri, hərəsinə bir şillə vurur. Birinci deyir, durur, necə cavab yemişdi, elə də cavabını verir. Yəni necə vermişdisə, elə dur bir şillədə bu vurur. Deyir, bax bu şəriətdir. Nəyə aldı, onu da verdi. İkincisi deyir ki, hə, göndərən məlum. Baxım görüm pastalyon kimdir. Gülə-gülə baxır bunun buranın üzünə. Üçüncüsü deyir ki, göndərən məlum. Onun göndərmək yolunu mən başa dərk eləməyim çox çətindir. Nə baxır, nə bir şey deyir. Bax, o mərhələ sufizmin ən yuxarı mərhələsidir. Şəriət, orada mərifət də var, orada prosta misalda yox idi. Şəriət, təriqət, həqiqət. Həqiqət mərhələsidir. Amma bizim ora çatmağımız üçün o sorğulardan keçə bilmək qabiliyyətimiz lazımdır. Baxın, hadisə baş verirsə, istənilən bir məsələlərin bir kökləri var. Allah ədalətsiz deyil, həyat da ədalətsiz deyil. Ədaləti görmək qabiliyyəti lazımdır. Bax, mən onun üçün dedim ki, ədaləti dərk etmədən xoşbəxtliyi dərk eləyənmərsən. O, sənə bugün açıq da ola bilər, gizli də ola bilər. Quranda da Allah yazır da ki, bəzi ayələrimiz sizə gizli, bəzilərimiz açıq gələcək. Həmən o, sən bugün onu görə bilməməyin, onun olmaması deyil. Sən özünü rahatlamaqdan ötürü deyə bilərsən ki, oldu, nə oldu, bundan da pis olacaqdı, nə vardı, neynədi. Amma dərkini keçməyə izin istəməyin daha yaxşı olar. Mən misal üçün bir hadisələr baş verirsə və xoşa gəlməz bir hadisə olursa və onun hardakı səhvimdən, günahımdan baş verdiyini görə bilmirəmsə, mən duam onda deyil ki, ay Allah mənə bu problemdən çıxar. Mən duam ondadır ki, mənim sənə qarşı elədiyim səhvimi göstər mənə. Biz, Quranda da o var, Quranda çox danışdıq bugün əslində. Amma o çox maraqlı nöqtələr var da, hansılar ki, mənə öz məqamında da çox təsir edib. Quranda bir ayələrdən birində deyir ki, başımıza gələn pisliklər sizdəndir, yaxşılıqlar bizdəndir. Bizim nəsə pisliyimiz, bizim nəsə günahımız var. Amma o günahı görə bilmirik.
və insan birinci hərəkəti nədir? Bu mən yazıq, mən kimin pişiyinə burası elədim, mənim başıma bu gəldi. Amma həmin o günahı özündə görmək qabiliyyəti inkişaf eləyəndə özünü görmə prosesi baş verir. Onda demək istəyirsiniz ki, Mən günahkar ona gəlmirəm amma ki, bütün günahlar məndədir. hə, Günah axtarmaq düz yol deyil. günahkar axtarmaq düz yol deyil. Amma başına gələn hadisələrdə sənin bir payın var da. Payını görmək yoldur. Bax, ruslarda bir yaxşı söz var. Deyir, assujda, ikinci söz də var. Rassujdadır. Biz assujdatda çox otururuq. Ya özümüzü, ya özgəni. Qınamaqda. Amma ikinci söz düzdür. Rassujdat, düşünmədə oturmaq lazımdır. Bizim insanlara deyəndə ki, heç kimdə günah görməyin. Deyir, hə, bütün günahlar məndədir. Deyirəm, yuxurda da deyir, hardadır? Deyirəm, o sizin beyninizə yeridilib ki, mütləq kimdəsə günah var. Sən onu ilə heç yana çıxa bilmərsən. Günahı özgədə axtarsan, təkəbbürün gələcək. Günahı özündə axtarsan, cahilliyə düşəsən. Bunların heç biri həll deyil. Bilmirəm, ifadə edir. Gördün, onda siz deyirsiniz. Dərkini keç. Gördün, başa düşdün, burax. Saxlama. Dərsini keç də. Sən mənim üçün bu həyat dərs yeridir. Bu nə mükafatdır, nə döyməkdir, nə söyməkdir, nə cəzadır. Dərs yeridir. Dərsini alırsan, rahatlayırsan. Baxın, əgər sizin keçmişdə olan hadisələr hansı ki yadınıza düşür və sizə ağır verirsə, siz onun dərsini almamısınız. Hələ qalıb. Hələ qalıb. Zahid müəllim, onda belə bir sual gəlir. İzləyicilərimiz deyəcək ki, siz nə işlə məşğulsunuz? Nə işlə? Çünki biz indi biz transformasiyadan danışdıq, işarə təlimindən danışdıq. Maşallah olsun, kitab günləri falan da çox aktiv keçirilir bu siz tərəfdən. Həm də siz business mentorsunuz da. Zahid müəllim, fəlsəfə, din, dinlər və business mentor, yəni biraz bunu necə bağlaya bilərik, necə tamamlaya bilərik? Mənim üçün onlar ucu bağlıdır. Mən əvvəla dərk elədim ki, həyatı bir üslubla dərk eləmək mümkün deyil. Yəni din baxışından mı dərk eləyək, fəlsəfə baxışından mı dərk eləyək? Mən təlimdə də olsaz görsəz orada 4 baxışın 4-ü də bir yerdədir. İkinci baxımından mən hətta bu idarə etmə elminə də çıxanda mənim dəyərim onda deyildi ki, prosta hardasa bir bilgilər var, onları paylayacağam və bizim təlimlər ümumiyyətlə fərqlidir də, hətta idarə etmə barəsində olan təlimlər. Mənim dəyərim ondaydı ki, mən insan və insan həyatı ilə iş və iş həyatının vəhdətini gördüm. Onun üçün texnologiyanın adını qoydum, metodologiyanın adını adam metodologiyası. Yəni mənim üçün ailə saxlamaq, şəxsini inkişaf etdirməklə şirkət saxlamaq, şirkət inkişaf etdirmək eyni şeydir. Və o dərki keçənlər üçün o idarə etmə çox rahatlaşır. Bizim cəmiyyətdə çox səhv bir düşüncə var. Buna hətta deyərdim ki, bir Amerikan kinolarından gəlmə bir şeydir. Deyir, nичего личного, только бизнес. Bax o fikir həkk olub bizim iş mühitində olanlar. Onlar düşünür ki, işdirsə, bu işdədir, mən kimisə əzə bilərəm, neyləyə bilərəm. Mən evə çıxdım, yox, mən burada başqa adamam, burada başqa adamam. Zaten elə deyilmi Zahid müəllim? Qətiyyən elə deyil. Və o sənin artıq içində parçalanman deyilmi? Yeni bir obrazındır. Yeni bir obraz deyirik, şəxsiliyimizdən çıxardırıq obrazı. Amma sən vəhdəti itirirsən axı. Biz elə həmən kəsiyik, orada da, burada da. Yəni deyirsiniz özünü ki, inkişaf elətdirmək lazımdır. burada ailədə olduğumuz kimi biznesdə olmalıyıq. Ailənin nə olduğunu dərk etdikcə biznesin nə olduğunu dərk edəcəksiniz. Biz ailədə olduğumuz kimi biznesdə olmağımız və ya biznesdə olduğumuz kimi ailədə olmağımız demək deyil o. Mən əminəm ki, bugün bizim izləyicilər belə, özümüz belə adi sözlərin mənalarını bilmirik. Biz bilmirik bacı olmaq nədir. Biz bilmirik qardaş olmaq nədir. Baxın, bu yaxınlarda bizim Vüsali xanım, bizim əzizimiz bizə bir sual verdi. Daha doğrusu dedi ki, mən bacı olmağı bilirəm. Deyirəm, əla, sənin qardaşın var? Dedi, hə, varımdır. Kiçik qardaşdır, böyük qardaşdır, kiçik qardaşdır. Demək, sən böyük bacısan, düzdürmü? Deyir, hə, mən böyük bacıyam. Deyirəm, əla, sən böyük bacının nə olmağını bilirsən? Ortancıl bacının nə olduğunu bilirsən? Kiçik bacının nə olduğunu bilirsən? Nəyimizə lazım deyə bilək Zahid müəllim. Axı çox şey bilir. Bax o dərki keçməmiş, sən həyatda xoşbəxtlik gəlmir də, düz yaşaya bilmirsən, prosesi dərk eləmirsən. Ailədən bayaq işi niyə ayırırıq? Yox, Zahid müəllim, Allah deməli onu böyük bacı kimi yaradıb. O deməli böyük bacı olmağı bilməliymiş də. Amma bacılığın nə olduğunu ki bilmir. Bilirsiniz nədir məsələ? Aha. Bizim bəzən bir bacı qardaş olaraq içimizdə bir neçə hal ola bilir. Birinci vəziyyət, misal üçün, deyirik ki, mən bacılığımı tam eləyə bilmədim. Misal üçün, ya qardaşlığımı.
İkinci vəziyyət deyirik ki, çox elədim, qədrimi bilmədilər. Balansı idi. Tutursunuz nə deməkdir? Dərk eləməmişik nə deməkdir? Bilirsiniz, bu gün baxsaz psixoloqların ən məşhur şeyləri nədir? Ata-ana nə bilim nəyini təmizləyir? Travmalarını. Ay, ata-ana olduğunu, nə olduğunu başa bilirsiniz. Yəni bizim bu gün özümüz övlad sahibiyik. Və bu gün cəmiyyətin ən böyük düşündüyü ki, mən nətər eləyim uşağımda travma qalmasın. Sən dərk elə ata olmaq nədir, ana olmaq nədir? Uşaqda travma qalıb qalmamasının dərdini çəkmə. Sən hələ bir dərk eləyirən ki, nə deməkdir ana olmaq? Zahid müəllim, axı bu fərdə görə dəyişir. Bax, həqiqət əgər dəyişən bir şeydirsə, o həqiqət deyil. Biz onun dərkini keçəndə o bayaq Allahdan danışırdıq da. Allah onda həriyə görə bir Allah var. Onda çox Allahlıqdır ki. Yox, hər kəsin Allahı birdir. Hər kəsin Allahı, baxın, bizim bir Allaha qoyduğumuz sifətlər çoxalıb. Çünki biz bütövi görə bilmirik. O 5 korun filə toxunuşu var. O biri divarına toxunur, deyir ki, belinə toxunur, daha doğrusu deyir ki, divardır. Biri ayağına toxunur, deyir ağacdır. Biri quyruğuna toxunur, deyir kəndirdir. Biri bu bu sümüyünə də toxunur, deyir bu nizzədir. Onlar bir yerdə danışsaydılar fili tapa bilərdilər. Onlar bir-birinin gördüyünü cəmləsəydilər fili görərdilər. Amma ümumi halda fili görmədilər. Ya divar gördülər, ya ağacı gördülər, ya kəndir gördülər. Düz deyirəm yoxsa yox? Bax, bu mənada biz həmən bu atalıq, analıq, qardaşlıq, bacılıq temasında da budur. Biz onun hansısa hissəsini görürük. Divarın görürük, nə bilim, ağacın görürük. Amma onu tam başa düşməmişik, dərk eləməmişik. Problemimiz oradadır. Bilməm, ifadə edə yoxsa yox? Zahid müəllim, beynimizə toxumlar atdınız. Hə, yeməli toxumlar olsun. Beynimizə toxumlar atdınız. Bu axırıncı məsələ mənə biraz belə düşündürdü. Ya, bayağı bir burada da düşündüm. Onda mənim gördüyüm... Biz bu yaxınlarda bir təlim eləyəcəyik elə bu mövzuda. Düşünürük ya bacı mövzusunu götürərik, ya qardaş mövzusunu götürərik. Düşünürəm, maraqlıdır. Birgə tapacağıq onu. Nədir o olan şey? Məncə bir də ki, bizdəki olan Allahı tanımaq. Bu da yəni... Bax, hərdən baxın. Keçən dəfə bizim bu Qarabağ müharibəsində Allah şəhidlərimizə o dünyasını versin. Qazilərimizə də şəfa versin. Bir erməni bir bu valideyn. Yox, bu şeydə xristian şeydən papalardan biri idi. Nəsə çıxış edir, deyir ki, Allah bizlə idi, o bir tərəfdə şeytan idi, belə idi, şeydi. Mən birinizdən görürəm, baxıram ki, iki döyüşən tərəf, necə ki, o ruslar indi deyirlər, nə bilim, bagina bizləndir, o birisi deyir, nə bilim. Hamı Allah mən tərəfdədir deyir. Bu səhv olan kimdir? Günah eləyən kimdir? Hər kəs mələkdirsə və şeytan kimdir? Bu nətər oldu bu? İkisi də Allah tərəfdədir, ikisi də düzdür. Bilmirəm, görə bilirsiniz bunu yoxsa? Yəni, mahiyyət etibarıyla görsənən odur ki, Allah'a başqa cür görürlər də. Kim necə görmək istəyir, elə görür də. Allah hamı fərqli deyil. Fərqli deyil. Fərqli deyil, eyni Allah barədə danışırıq. Elə bir ki, bugün biz Aytan xanım barədə danışırıq və hərə Aytan xanım barədə fərqli bir şey danışır. Aytan xanım eşidəndə deyəcək ki, bu nə danışır mənim haqqımda? Zahid müəllim, əslində hər kəs içindəkini danışır da. Zahid müəllim, çox təşəkkür edirəm. Uğurlar. Düşünürəm ki, bu videomuzda həqiqətən izləyicilərimiz üçün çox faydalı oldu. Mənim özüm üçün də çox faydalı oldu. Çox minnətdaram. İntriqa görmədim, bir də dava lazımdır. Uğurlar sizə də, Allah köməyiniz olsun. Təşəkkür edirəm. Bizneskar layihəsi də, sağlam həyat layihəsi də çox maraqlı layihədir. Düşünürəm ki, izləyicilər üçün çox faydalıdır. Düşünürəm ki, bunun inkişaf etdirmək lazımdır və daha da fərqli şəxslərlə daha da çiçəkləndirmək lazımdır. İnşallah. Təşəkkür edirəm. Sağ olun. Sağ olun.